qadın hamiləliyin itirilməsində özünü günahkar hesab edir. Stres etdim, pilləkən çıxdım, cinsi əlaqəyə girdim, buna görə uşaq düşdü deyirlər. Amma faktlar tam başqadır. Erkən düşüklərin 50-60% xromozom anomaliyaları səbəbilə olur. Bu embrionun genetik inkişafının uyğun getməməsi deməkdir. Ana nə etsə də bunu önləmək mümkün deyil. Yüngül fiziki fəaliyyət, pilləkən çıxmaq, cinsi əlaqə, adi stres sağlam hamiləlikdə düşüklə əlaqəli deyil. Əsl risk faktorları bunlardır. Birincisi, irəliləmiş ana yaşı, xüsusilə 35 yaşdan sonra. İkincisi, siqaret, alkoqol, narkotik istifadəsi. Üçüncüsü, kontrolsuz xəstəliklər, diabet, tiroid pozğunluğu, yüksək təzyiq. Dördüncüsü, bəzi infeksiyalar, məsələn toksoplazma, rubella kimi. Beşincisi, uşaqlıq anomaliyaları və hormonal problemlər. Deməli, filan şeyi etdim deyə uşaq düşdü, elmi baxımdan doğru deyil. Əksər hallarda səbəb genetikdir və ana günahkar deyil. Əgər düşüklər təkrarlanırsa, həkim müayinəsi vacibdir. Daha çox elmi məlumat üçün səhifəmi izləməyə davam edə bilərsiniz.